Bir çox imanlı, çox əqidəli, tərbiyəli bir gənc olur. Hamı bu gəncin imanına, tərbiyəsinə həsəd aparır və fikirləşirlər ki, necə olub ki, bu gənc belə bir tərbiyəli, imanlı olub. Və bir gün yoldaşları yığışıb bunun anasının yanına gəlirlər. Anasından sual eləyirlər ki, ana, necə olub ki, sənin bu evladın bu qədər tərbiyəli, imanlı, əqidəli olub? Ana onlara cavab verir ki, bala, mən evladımı qucağımda yox, bətnində olandan onun tərbiyəsi ilə məşğul olmuşam. O mənim bətnimə düşən gündən mən yediyim hər tikəyə fikir vermişəm. Haram tikə yeməmişəm. Geyinmə, keçinmə fikir vermişəm. Başqa birisi kişinin üzünə belə baxmamışam. Hətta pəncərədən belə həya etmişəm. Ona görə o evladım belə tərbiyəli olub və istəməmişəm ki, evladımın qəlbinə günah kölgəsi düşsün. İndi hər bir ana öz evladını tərbiyəli, əqidəli, dürüst bir insan kimi yetişdirmək üçün onun bətninə düşən gündən onun tərbiyəsi ilə məşğul olmalıdır. Bu deyilən fikirləri nəzərə almalıdır ki, onun dünyaya gətirdiyi evlad cəmiyyət üçün yararlı olsun. Diqqətinizə görə çox sağ olun.